Ayın 7-si, 16-sı və 25-i tarixlərində anadan olanlar numerologiyada 7-ci enerji ilə əlaqələndirilir. Bu enerji intuisiyanı, daxili gücü, dərin düşüncəni və ruhani axtarışları təmsil edir. Eyni zamanda qələbə, hərəkət və döyüşçü ruhu ilə də əlaqələndirilir. Amma bu döyüşçü sülhpərvər də ola bilər, dağıdıcı da. Bu artıq insanın öz seçimindən asılıdır. Bu enerjiyə sahib insanlar anadan gəlmə liderdir. Onlarda daxildən gələn qüvvətli enerji var və bu onları daim hərəkətdə saxlayır. Sakit durmağı bacarmırlar, daim nəsə edir, nəsə planlayır, nəsə icra edirlər. Eyni anda bir neçə işi görə bilərlər, sürətli danışır, tez düşünürlər. Onlar üçün məqsədə çatmaq, qalib gəlmək, nəticə əldə etmək həyatda ən böyük zövqdür. Maraqlısı budur ki, onlar məqsədə aparan yoldan daha çox həzz alır, nəinki nəticədən. Yeddilər təkcə özləri üçün deyil, digər insanları da arxasınca aparmaq bacarığına malikdirlər. İlhamlandırıcı liderdirlər, ideya qoyur və komanda toplayaraq o ideyanı gerçəkləşdirirlər. Amma bu enerji düzgün istiqamətləndirilməlidir. Əgər məqsəd yalnız maddi qazanc yönümlüdürsə, bu artıq enerjinin mənfi təzahürüdür. Əgər siz geyim mağazası açmaq istəyirsinizsə və birinci məqsədiniz pul qazanmaqdırsa, bu mənfi 7-dir. Əgər əsas məqsədiniz insanlara özlərini ifadə etməyə yardım etmək, onların həyatına gözəllik qatmaqdırsa, bu müsbət 7-dir. Onların çətinliyi hər şeyi tək etməyə çalışmaqdır. Tapşırıq verməyi, güvənməyi öyrənməlidirlər. Əks halda enerji bloklanır. Çox aktiv həyat tərzi sürürlər, tez ruhlanırlar, ideyalarla doludurlar. Səyahət etməyi, avtomobil sürməyi, dəyişiklikləri çox sevirlər. Təkrarçılıq, eyni rejim onları darıxdırır və enerjilərini azaldır. Mənfi tərəfləri isə ilk olaraq tənbəllik və enerjisizlikdir. Bu halda insan tamamilə hərəkətsiz olur, sanki ruhdan düşür, bədəninə belə baxmaq istəmir. Yorğunluq, süslük, heç nə etmək istəməmə əsas simptomlardır. Enerji sıfırlanmış kimi hiss olunur. Bu vəziyyətdən çıxmaq üçün sadəcə hərəkətə başlamaq kifayətdir. Enerji sürətlə bərpa olunacaq. İkinci, aqressiya və diktədir. Bu zaman döyüşçü enerjisi dağıdıcı formaya keçir. İnsan başqalarına qarşı təzyiq göstərir. Daim qəzəbli, nəzarətçi, təcavüzkar olur. Məqsədlərinə kobud güclə çatmağa çalışır və bu zaman nəticədən zövq almır. Ətrafında düşmən münasibəti, narahatlıq və gərginlik yaradır. 7-ci enerjinin döyüşçü ruhu sənin içində oyananda səni heç nə dayandıra bilməz. Qələbə yalnız nəticə deyil, yolun özü olur. Hər addımınla irəliləyir, hər maneəni fürsətə çevirirsən. Bu enerjini daşıdığın müddətcə sən yalnız qalib olmaq üçün yox, İlham vermək, yol açmaq və dəyişmək üçün varsan. Unutma, sən bir döyüşçüsən. O zaman irəli get.